Azərbaycan millisinin veteran yarım müdafiəçisi Rəşad Abdullayev sportinfo.az-a açıqlamasında yığmamızın dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa ilə oyunlarına dair gözləntilərini bölüşüb. Abdullayev bildirib ki, komandada milli ruh və qələbə əzmi hiss olunur, xarakter və qələbə ruhu komandada görünür. Rəqiblərə asan təslim olmuruq, bu da azərkeşlərə stimul verir. Neçə illərdir milli komandadan istədiyimiz budur. O, həmçinin reallığı qeyd edib. İslandiya bir çox komponentlərdə bizdən güclüdür və heyətində yer alan oyuncuların çoxu yaxşı klublarda çıxış edir. Amma komandamız əzmkarlıq göstərərək Bakıda xal və xallar ala bilər. Fransa ilə oyuna gəlincə, rəqibin gücü hamımıza bəllidir. Ola bilər tam heyətlə gəlməsinlər. Amma yenə də Fransa Fransadır. Futbolçularımız kimə qarşı oynadıqlarını dərk edirlər. Səfər oyununda da pis mübarizə aparmadıq. Yeganə sevindirici məqam odur ki, uşaqlar sona qədər döyüşəcək. Abdullayevin sözlərinə görə bu əzmkarlıq və milli ruh komandamıza həm Bakıda, həm səfər oyunlarında motivasiya verir və azərkeşlər üçün də stimul mənbəyidir. Sizcə, Azərbaycan millisi İslandiya və Fransa ilə oyunlardan xalq qazana biləcəkmi? Şərhlərdə fikrinizi paylaşın. Milli komanda xəbərlərini ilk sən öyrənmək istəyirsənsə, kanala abunə ol və xəbər zəngini aktiv et. Xəbər Ağa, futbol, idman və gündəmin səsi.